Nümunələrdən birində mürəkkəb cümlənin komponentlərini bağlayan vasitə fərqlidir. Baxırıq. Bilirsənmi, nələr çəkir bu könlüm? Burada arada mi işlənib. Elmir evə gəldimi? Soyuducuda qida qalmır. Burada da yenə mi işlənib. Günel müəllim dərslərini yaxşı keçsə də, yenə özündən tam razı qalmadı. Burada bağlanma sadə vasitədir. D variantı. Əminənin qardaşı Bakıya getsə belə, ürəyi Sumqayıtda idi. Sə belə bağlanma vasitəsidir. Və başladı mı, qurtarmaq bilməyəcək. Burada da yenə m var. İndi bunlar da hansı fərqlidir, ona baxacağıq. Sada bağlanma vasitəsi kimi ikinci bir funksiya daşımır. Bu yalnız varsa mütləq deməli sa şərt şəkilçisi və da ədatı birlikdə, eləcə də sa və belə ədatı birlikdə budaq cümləni baş cümləyə bağlayan vasitədir və onun ikinci bir amonimliyi, yəni ikinci bir variantı yoxdur. Ona görə C və D variantları bəri başdan kənarlaşır. Həm də sualın şərtinə görə biri fərqlidirsə, burada artıq ikisi eynidirsə, artıq bunlar fərqli ola bilməz. Yəni, eyni vasitədən ikisi var. Yerdə qaldı 3 dənə mi. Mi ədəti, biz bilirik ki, m, mi, mu, mü ədətləri cümlədə budaq cümləni baş cümləyə bağlayan vasitə kimi çıxış edir, amma həmişə yox. Yəni, m cümlədə ədat kimi də işlənə bilər, bağlanma vasitəsi kimi də işlənə bilər. Bunu yoxlamaq üçün biz əvvəlki video izahlarda bu məsələyə toxunmuşduq. M sual ədatının nə vaxt bağlanma vasitəsi olması. M əgər sa şəkilçisi ilə əvəzlənəcəksə, deməli bağlanma vasitəsidir. Əvəzlənməyəcəksə, deməli orada yalnız ədat kimi işlənir. Baxırıq. Bilirsənmi, nələr çəkir bu könlüm? Məni sənlə əvəzləyək. Bilirsənsə, nələr çəkir bu ömrüm? Əvəzləyə bilmədik. Deməli, burada o bağlanma vasitəsi deyil. Burada, deməli, mi sadəcə ədat kimi işlənib və bunun arasına biz təzədən ki artıra bilərik. Bilirsənmi ki, mən nələr çəkirəm? Deməli, burada bağlanma vasitəsi olmadığına görə və arada da heç nə olmadığına görə bu cümlə intonasiya ilə bağlanıb. Bunu müəyyənləşdirdik ki, bu intonasiyadır. Digər mi olan varianta baxırıq. Elmir evə gəldimi? Soyuducuda qida qalmır. Yenə sənlə əvəzləyirik. Elmir evə gəldisə, soyuducuda qida qalmır. Bu sənlə əvəzləndi və sənlə əvəzləndiyinə görə artıq bu bağlanma vasitəsidir. Deməli, bu bağlandı ədatına. E-yə baxırıq. Başladı mı, qurtarmaq bitməyəcək. Başladısa, qurtarmaq bilməyəcək. Bu da əvəzləndi. Deməli, bu da bağlanıb ədatına. İndi baxırıq. Deməli, 4 variantda ədatın bağlanma vasitəsi kimi iştirakı var. Sada, sədə, bunlar ikisi sada şəkilçisi və ədatla bağlanıb. A və B və E variantı isə M deməli ədatı ilə bağlanıb. Fərqlidir burada A variantı. Çünki A intonasiya ilə bağlanıb. Və düzgün cavabımız olacaq A variantı. Yəni burada M İkisində bağlama vasitəsi kimi çıxış edir. A variantında isə o yalnız ədatdır və cümləni bağlayan vasitəsi intonasiyadır. Buna görə də A variantı digər variantlardan fərqlidir bağlama vasitəsinə görə.